Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə Masazır qəsəbəsində yüksək keyfiyyətlə inşa olunan çox gözəl, möhkəm bir tikili həyət evini sizlərə təqdim edirəm. Təqdim etdiyim həyət evi 3.1 sot torpaq sahəsində inşa olunub. Otaq sayı olduqca çoxdur. Evdə hər mərtəbə monolit betondur. Əlavə olaraq evin yan hissələri, arxa hissəsi, ön hissəsi, birinci kürsüyə kimi, birinci mərtəbəyə kimi hər tərəfdən 5-6 kolondan qalxmış bir evdir. Paket terapisadamdır. Tam yaşayışlı bir məhəllədə qaz, su, işıq, kanalizasiya bu ərazidə daimidir. Eyni zamanda qeyd edim ki, baxın, sağa, baxın bu hündür yerdir gördüyünüz kimi, qapıyacan asfaltlı. Sağa hardasa 50-60 metrdən sonra 569 nömrəli marşrut xəttidir. Yəni aşağı hissəsi Qurtuluş 93 bağçalı evlərdir. Bir neçə istiqamətdən çıxış yolu var. Yəni Masazırın əsas prospekt yoluna tam Stor marketə, Şok marketə, Əliağa Vahid heykəlinə, Qurtuluş 93-ə çıxmaq mümkündür. Marketlər evin tam yaxınlığındadır. Baxın, belə bir möhtəşəm, şəxsi tikili, təmirsiz bir həyət evidir. Dəyərli izləyicilərimiz, bu ərazini tanıyanlar bilir ki, burada torpağın sotu hansı aralıqdadır. Evin yanına arxasına keçmək mümkündür. Baxın, gördüyünüz kimi kolonlardır. Tam ətraflı şəkildə mən sizə evin möhkəm tikili işini, baxın, qaraj hissəsindən də göstəreyim. Evin belə bir qarajı var. Gördüyünüz kimi, baxın, yanlar hamısı kolondur. Kolondur və fundamentin qalınlığına baxın, katlavan qazılıb, yəni fundament tökülüb, bina üslubunda inşa olunmuş bir evdir. 2 maşınlıq qaraj hissəsi var. Super evdir. Yəni belə desək, top atsan dağılmaz. Möhkəm tikilişə malik olan bir evdir. Hardasa 12-nin 10 ölçülərində inşa olunmuş evdir. Yəni gözə yarı təxmini ölçülərini qeyd edirəm ki, 12-nin 10 ölçülərində inşa olunmuş bir evdir. Masazırda deməli bu ərazi Hakim Abbasov və Zaur Həsənov küçəsinin yaxınlığındadır. Masazırın içəri yerlərində deyil. 6 nömrəli məktəbə çatmırsan. Yer olaraq mükəmməl bir yerdir. Deməli, evin birinci mərtəbəsində gördüyünüz kimi, baxın, belə otaqlar koridor vasitəsilə bölünür. Arakəsmə divarlara kimi qoşadaşdır. Bura yəqin ki, mətbəx üçün nəzərdə tutulmuş hissəsidir. Pəncərələrin üzərinə kimi kəmər atılıb. Bura bir yataq otağıdır. Bura növbəti yataq otağıdır. Baxın belə. Bura sanuzeldir. Və qonaq otağı. Birinci mərtəbədə bizdə yerləşdi 2 yataq otağı, mətbəx və geniş bir qonaq otağı. Və tikilişinə söz ola bilməz. Yəni tikilişi bilməyən, tikilişdə anlayışı olmayan adam da gəlib baxsa, betonlardan, kolonlardan, monolit betondan görə biləcək ki, hansı səviyyədə burada iş görülüb. Hörmətli izləyicilərimiz, ikinci mərtəbəyə qalxdıqda ilk öncə baxın, burada yerləşir sanuzel. Burada bir yataq otağı. Belə bir yataq otağı. Burada növbəti yataq otağı. Burada digər yataq otağı və böyük yataq otağı və yaxud da ki, qonaq otağı. Qiymət 120.000 manatdır. Sənəd çıxarışdır, kupçadır, notarial qaydada alqı-satqı olacaq. Deməli, ümumilikdə evimizdə 1, 2, 3, 4, 3 otaq da aşağıda 7 otaqdan ibarət olan möhtəşəm bir həyət evi satılır.